Salam dostlar, xoş gördük hər-birinizi. Bu günləri mən sizlərə Temudan alış-verişimin artıq 4-cü, 5-ci videosunu çəkirəm sizlər üçün. Bu günləri mən elektronika əşyaları almışam Temudan və istədim bunları sizlərlə bir yerdə açım və inanıram ki, sizin üçün də faydalı bir video olacaqdır. Dəyərli dostlar, əsasən içində deməli elektronika əşyaları almışam. Bunlara TV boxdur, ondan sonra arxaya işıqdır, belə adını yazdırmışam Ali Qasimzadə adında. Ona lap arxaya vuracam. Videolarda yəni maraqlı bir görüntü alınsın deyə. İndi vaxt itirmədən biz keçək qutu açılımımıza və dəyərli izləyicilər, kanalımıza hələ də abunə deyilsinizsə, aşağıdan kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizlərin dəstəyi mənim üçün çox önəmlidir. İndi başlayaq qutu açılımımıza. Bu dəfəki taylar biraz səliqəsiz paketləyiblər, açığı xoşuma gəlmədi çox elə. Amma yenə də əsas içindəkilərdir, içində aldıqlarımız. Bunun açılış yeri əslində fərqi yoxdur, bıçaqla açılacaq. Çox baxmamızın adı yoxdur. Yəni çərtin qırağından. Aha. Maraqlı olsun deyə bir-bir çıxardacağım, sizə də göstərəcəm. Burada nə göndəriblər? Qoyun bir-bir kənara, ən axırda bir-bir incələyərik. Deməli, əsasən sumka almışam özümə bir də dostlar, səyahət sumkası. Baxın, belə bir sumkadır. Ümumi tam olaraq göstərəcəm. İndi çıxardım bir-bir. Səyahət zamanı əsasən, məsələn, hər hansı bir yerə video çəkməyə gedəndə və yaxud da öz şəxsi əşyalarınızı aparmaq üçün belə mini sumka almışam. Məncə yaxşı çıxar inşallah. Yəni, burasını da açsam. Şey oldu, tutdu ya, nəşür deyəsən. Zalim uşaq, bunu nəfəsi qoşlamışsınız. Hə. Tam paketin uyğunluğunu. Bu məncə dostlar şeydir, arxa fon işığıdır. O ad soyad yazılan. Sonra burada belə bir OBD avtomobil diaqnostika cihazı sifariş etmişdim. Bundan bir dəfə də sifariş eləmişdim, o maşına düşmədi açığı. Əgər siz də istifadə etmək istəsəz, düşsə bunu Instagramda izləmirsinizsə, sağda və ya solda çıxan Instagram səhifəmi mütləq izləyin ki, orada mən maşının diaqnostikasını yoxlayacağam və paylaşacağam sizlərlə. Qısa video olaraq. Sonra burada belə deməli saatın arxasını açmaq üçün və ondan sonra saatın remenini satmaq üçün belə bir əşyalar sifariş etmişik. Yəni ki, ustalarda əsasən olur bu əşyalardan. Mən də sifariş verdim ki, özümdə saat olanda düzəliş etmək üçün. Sonra baxın bu nədir? Bunu da bilmirəm. Bu deyəsən TV box olmalıdır. Televizorda, YouTube-a, ondan sonra kanallara, istədiyiniz başqa bir Netflix-ə falan baxmaq üçün bu TV boxdan əldə edə bilərsiniz. Dostlar, Instagramı həqiqətən mütləq izləyin. Bu TV box normalda 60-70 manatdır. Amma mən orada endirimlə paylaşacağam. Instagramda mütləq izləməyi unutmayın. Ondan sonra baxın, deməli belə bir bu nədir? Belə remen kimi bir şeydir. Üstünə nə yazılıb bunun? Baş açmalı. Nəysə açanda biləcək nədir? Aha, bu deməli internet kabelinin bir dənə girişlə girib, 2 dənə girişlə çıxmağı üçündür. Evdə kompüteriniz varsa, məsələn 2 dənə, 3 dənə bu lazım ola bilər sizə. Başqa inanıram ki, içində heç nə qalmadı. Aha, bunu kənara atdıq. Deməli dostlar, ilk olaraq biz hansı məhsuldan başlayaq? Arzumandan soruşaq. Arzuman, sən hansından başlayaq? Çantanın içində nəsə qaldı? Yox, qalmıyor baxın. Qalmıyor. Nəsə qalıb. Qalıb, hə. Deyirəm axı. Hə, bu da qalıbmış dostlar. Bunu göstərim. Məhsullarımız buradadır. Ümumilikdə belə baxsaq. İndi hansıyla başlayaq? Arzuman desin. Fərqi var? TV box. Maraqlı nə o? Deməli dostlar, TV boxdan başlayıram. Baxın. Çox qəşəng, ən keyfiyyətlisini sifariş eləmişəm bu arada. 8K görüntü verir. Yəni bildiyiniz kimi əsasən bu dəqiqə 4K istifadə olunur da görüntü ötürmədə. 8K təzə çıxıb. 8K görüntü, baxın burada 2 dənə USB çıxışı, internet çıxışı, HDMI televizora qoşmaq üçün çıxışı var. Belə göstərim, Arzuman sən də arada yaxınlaş. Aha. Burada bir də şey çıxışı var. Deməli, toka taxmaq üçün enerji çıxışı var. Belə bir şeydir. İndi başqa burada qutusunda nələr gəlib onu göstərim sizlərə. Deməli dostlar, içindən adapteridir, pultudur və HDMI kabeli çıxdı. Aha, bunlar çıxdı deməli. İndi yerləşdirək qutusuna. Dostlar, Instagramda bunun videosunu paylaşacağam. Ümumilikdə televizora qoşacağam. YouTube shortlarında da görə bilərsiniz. Ən tez Instagramda paylaşıram. Oradan daxil olub baxa bilərsiniz.
istifadə qaydasına və s. belə kimi şeylərə. Şimdi bunu qoyum yerinə. Nətər qoyacaq? Geçsin. Bunu kənara atıram. Sonra bu mənə elə gəlir ki, arxa fon işığıdır. Amma arxa fonun işığını ən axıra saxlayıram. Bax, açacağım bunu. Çantanı. Görək necə bir çantadır. Bunun USB-si var idi, yoxsa yox idi. Sifariş verəndə baxmadım. Dostlar, təzə çantalar var, bəlkə də bilirsiniz. Üstündə powerbank kimi bir şey olur. Məsələn, yolda səyahət edəndə tutam, zaryad qalız qutardı. Bir dənə adapterin USB-sini taxırsınız sonra, bir də telefonu taxırsınız. Yəni, yolda gedə-gedə şarj eləyə bilirsiniz. Belə bir çantalar da var. Ümumilikdə görünüşü belədir. Qəşəng balaca xudmani çantadır. Yəni, çox da böyük deyil də, belə şık görünmür. Göy rəngdə. Deməli, bax, burada bir dənə girişi, ikinci, üçüncü, üç, hətta 4 dənədir. Aha, əladır. İçi genişdir, geniş olmağına. 4 dənə yəni girişi var, boş yeri. Yəni, istədiyiniz qədər əşyalarınızı və s. şeylərinizi bura yerləşdirə bilərsiniz. Bunların da linkini endirimlə almaq istəsəz, aşağıda link qoyacağam dostlar. Həmin linkə daxil olun, kommentlərdə yuxarı sabitləyəcəm. Oradan mütləq baxın, bu əşyaları almaq istəsəz. Ümumi mən almışam, indi görürsünüz əyani olaraq. Bəyənsəz, əgər almaq istəsəz, həmin o linkdən daxil olub endirimlə əldə edə bilərsiniz. Aha, burada xırda şeylərimiz qalıb. Bunları açmağın adı yoxdur. Belə göstərsəm bəs eləyir. Bu dostlar, deməli, saatı bunun ortasına qoyursunuz və bunları sıxırsınız. Saatın arxasındakı qapağı çıxartmaq çətin orada, bilirsiniz. Həmişə üstəyə gedirsiniz. Bu ondan ötürüdür ki, saatın arxa qapağını çıxardıb, məsələn, baterka dəyişmək istəyirsinizsə, bundan istifadə edib rahat bir şəkildə aça bilərsiniz. OBD cihazımıza da açaq bir dənə. Görə içində nə göndərib Kitay qardaşlarımız. Aha, OBD cihazımız da belədir. Maşınınızın deməli COM portuna taxırsınız bu şəkildə. Bunun proqramı olur, hansı ki, proqramını indirib bağlantı yaradırsınız və ondan sonra istifadə edirsiniz rahat bir şəkildə. Və diaqnostikada da hətta mən oxumuşdum. Bir çox motorxanası olsun, nə bilim, elektronika sistemi olsun, rulavoyu və s. digər şeyləri, bütün aşıbqaları tapıb çıxardır. Aha, bu da yaxşı bir şeydir. Məsələn, gelib 10 manat, 15 manatdan indi aşağısı diaqnostika elətdirmək. Evdə rahat özünüz diaqnostika edib maşın problemlərini tapa bilərsiniz. Bu da yaxşıdır. Bunu da kənara atırıq. Burada başqa nələrimiz qaldı? Bunun bayaq sizə izahını verdim. Yenə də açım göstərim. Ümumilikdə materialına və keyfiyyətinə baxaq. Görək, elə belə şey deyil. Yox, kaprondandır, amma bərk materialdandır. Baxın, belə bir, deməli, internet kabelinin buradan bir dəfə, məsələn, modemdən gələni taxırıq bura, buradan da 2 dənə kabel çıxır. Elə bir ki, şeydir də, paylayıcı kimi bir şeydir. Bir növ xab rolu oynayır. IT-dən anlayışı olanlar biləcək. Aha, bu da ki, dostlar, deməli, şey olmalıdır. Bu çıxardım, göstərim sizə də. Bax, saat alırsınız, məsələn, hardansa. Evdə olmağı yaxşıdır. Və bunu belə vurursan, saatın hansı ki, o şey yeri var da, belə iynə girir ora, oradan itələyir. Belə iynəsi olur o saatların şeylərinin içində. Hər belə zəncirlərin arasında belə iynələr olur. Halbuki onu belə adi, məsələn, bıçaqla və s. kimi şeylərlə çıxartmaq olmur da, cızıq salır və yaxud da başqa bir şey. Bununla rahat bir şəkildə çıxarda bilərik. Ondan sonra, bax, bu nə idi? Bayaqların mənə də maraqlı gəldi. Həqiqətən sifarişi verirəm, sonra bilmirəm ki, nə almışdım da, yəni, o dərəcə. Maçalqa. Yəni, bu nədir belə? Dostlar, bu ayaqqabı üçün kremidir, amma şəkildə çox işə durmuşdu. Bu nədir sən ama? Çox balacadır, yəni, əlimin ovcunun içində görün nə boydadır. Necə açılır? Aça bilsək halı olar. Nəysə, əlləşməyəcəm, sonra baxaram. Bu da ki, ayaqqabının rəngi getmiş ayaqqabını, belə deyim, laklamaq üçündür. Belə krem kimi bir şeydir. Vurub rəngini geri qaytara bilər. Buna nəsə gözüm tutmadı, sonra yoxlayıb baxarıq. Ha, bu da ki, dostlar, deməli şeydir. Bunun gəlməyə əla oldu. Deməli, evdə bir kompüteri, 2 dənə monitorda istifadə etmək istəyirsinizsə, məsələn, portunuzda giriş-çıxış yoxdursa, bundan istifadə edib elə bil ki, bir tərəf dişi, bir tərəf erkək sayılır da bunlarda. Məsələn, bu tərəfə VGA kabelini taxırsınız bir ucunun sistem blokuna, digər ucu da gedir, məsələn, buradan çıxır, başqa bir monitora gedir. Yəni, bu onun üçün istifadə olunur. Bu da çox gözəl əşyadır, mənə çox lazımlı bir əşyadır. Ondan sonra,
Burada əsas məsələ nə qaldı? Deməli, burada əsas məsələ bizim arxa fon işığımızda. Hansı ki, o arxada Ali Qasımzadə yazısı başıma çıxsın. Hə, dostlar, indi bunu da açaq. Bir də dostlar, nəzərinizə çatdırım ki, 30%lik endirimdən yararlanmaq istəyirsinizsə, əlavə olaraq bu məhsulların endirimi başqa, bir də siz məsələn 30% endirimdən yararlanmaq istəyirsinizsə, aşağıda link qoyacağam. Həmin o kommentlərin arasında. Aşağıdakı linkə daxil olursunuz başqa bir Temu yüklənməyən telefonda. Temu yüklənməyən telefonda həmin o linklə Temunu yüklüyorsunuz. Daha sonra sifarişi verəndə həmin elə o kommentlərdə qoyduğum promo kodu istifadə edirsiniz. 30% endirimdən yararlanırsınız. Bunu da yəni nəzərinizdə saxlayın, sonra istifadə edərsiniz. Şimdi biz bunu açaq. Görək necə bir şeydir. Mən burada sərgəlik yaradaq. Şöyle çəkək. Ki rahat aça bilir. Ən maraqlı gələn bir TV box idi açığı. Bir də ki bu idi ki, necə çıxacaq da, yəni həqiqətən keyfiyyətli və s. İndi məsələn buna da açaq baxaq görək necə çıxacaq. Açıl da. Nə qədər bağlayıblar ha. Adam açana kimi ürəyi üzülürdü, Allah haqqı. Belədir. Hələ bunun içində də bu çıxır. Şeydir də bu. 7 qapıdır. Başqa nə qaldı burada? Hələ bunu da açmaq lazım. Ay Allah. İki taylar mənə niyə belə əziyyət verir? Arada yaxınlaşır, o səsləri eşitsinlər də izləyicilər. O relaks səslər deyilir. Görüntü yaxın olsun ki, bilinsin ki, səs hardan çıxır ha. Nasıl? Belə şeylər izləyiciləri daha çox diqqətini cəlb edir. Allah şükür, Allah şükür. Hələ bunun üstündə də bir dənə qoyublar. Bunlar nə var sən Allah? Temaları. Mən bunlara yekə verdirmişdim. Bax, bunlar niyə balaca şey göndərib? İndi yekə bir hərf çıxacaq. Allah Allah, Allah Allah. Sən Allah, çıx qutar görək. Nə qədər bağlamışsınız bunu? Hoppa. Amma balacadır da, heyf balaca oldu. Mən istədiyim böyük tipdə idi. Ali Qasımzadə. Elə bir şey, hə, İPA nömrəsinə oxşuyur. Dostlar, xəstəyəm bu arada. Ona görə tez-tez öksürürəm, üzürsən. Ali Qasımzadə YouTube loqosu. Yəni bunu arkada belə asacaqsınız. Bir də ayağa qalxsın qardaşın, göstərsin ki, yəni bu nə tər bir şey. İndi bunu bir dənə yapışdırmağımız qalacaq. Amma çox qəşəng görünür, tatlı görünür. Özüdür. Tablonu çək, amma çox qəşəngdir dostlar. Buna baxın bir dənə. Yəni çox professional göstərir. Həqiqətən də ləzzətlidir. Hələ bunu axşam vaxtı belə video kimi çəksək, vəbşə əla olar. İndi qoyun bura elə. Videonu belə sonlandıraq. Elə eləyərsəm ki, düşər burada. Keç yerdə. Hə dostlar, belə. Hər şeyimizi açdıq, bütün məhsullarımızı. Azan da verilir. Dostlar, deməli bütün məhsullarımızı açdıq, elektronika məhsullarını. İndi bunların hər birini test elədikcə, mən dediyim kimi, bir daha xatırlatma edirəm. YouTube'da və TikTok'da, həmçinin Instagram'da, ən çox Instagram'da paylaşım edirəm bu arada. Instagram'da izləyə biləcəksiniz. Orada bir-bir göstərəcəm ki, məsələn, bu TV-box'dur, qoşdum, belə elədim, içində bu proqram var falan filan, belə şeylər çəkirəm. O öz yerində. Promo kodları qoymuşam aşağıda. Onlardan istifadə edin, yararlanın endirimdən. Öz telefonunuzda Temu yüklənibsə, başqa bir dənə telefon tapın. Bu dəqiqə telefondan çox telefon var. Evdə o qədər köhnəlmiş telefonlar və s. belə şeylər var. Onlar da boş məsələdir. Onları da həll edərsiniz. Başqa da ki, Allah köməyinizdə olsun. Çox sağ olun bu videoya baxdınız.
minnətdarlığımı bildirirəm. Aşağıdan bir dənə mənə dəstək olun, başqa heç nə istəmirəm. Abunə olun, bəsdir. Yəni daha 2 ildir 37 min ilişib qalmışıq. Tez bir şəkildə 50 min, 100 min abunələrə çataq və sizlərlə bir yerdə bu uğurlarımızı qeyd eləyək. Bu qədər. Özünüzə çox yaxşı baxın, özünüzü qoruyun. Baxın, xəstələnmişəm, havalar da pisdir. Qəşəng geyinin, keçinin, istəyimlərinizi yeyin. Evinizdə mənim videolarıma baxın. Hələlik. Kainatda yoxdur sənin oxşarın.